Mərhəmətli və rəhimli Allahın adı ilə. Dini mənbələrə görə bir kişi cənnətə getdikdə ona mükafat olaraq hurilər veriləcək. Qadın cənnətə düşdükdə isə ona qılmanlar veriləcək. Bir çox hədislərdə, hətta ayələrdə belə deyilir ki, bəziləri isə cənnətdə öz dünyadakı həyat yoldaşı ilə birlikdə olacaqdır. Bunu eşitdiyi zaman isə bir çoxları şübhəsiz ki, qəlbində düşünür ki, daha bu nə oldu ki? Allahım, axı mən buna sənin üçün səbr edirəm, axı mən sənə ümid edirəm və sair və ilaxır bu kimi sözlərlə, düşüncələrlə əslində o öz Rəbbinə narazıçılığını bildirir. Lakin şübhəsiz ki, Allah mərhəmətlidir və o düşünən, bəsirətli insanla göstərdiyi hər bir mənzərə ilə danışır. Yəni həyatda baş verən hər bir işdə o ilahi bir hikmət olduğunu anlayır. Məsələn, götürək günümüzdəki estetik və bədən şəkilləndirmə kimi əməliyyatları ki, bununla insanın zahiri görünüşü rəvayətlərdəki kimi tamamən dəyişir. Odur ki, əziz dinləyici, bil ki, bugün Allah səndən razı qalarsa, axirətdə sən də ondan razı qalacaqsan.